Bəli, MAQ yenə dağlar qoynundadır. 2025-ci ilin idman paytaxtı seçilən Qəbələdəyik. Bugün Qəbələ gənclərinin uğurları barədə sizə məlumat verəcəyik. Hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tam önündə keçə görə içəridə bizi hansı maraqlı insanlar və anlar gözləyir? Qalbim, peşə təhsili niyə bu qədər vacibdir? Bugün dünyada gedən sosial-iqtisadi inkişaflar, elmi-texniki tərəqqi artıq peşə təhsilinə marağı daha da artırır və bu sahənin daha vacib formada inkişafı istiqamətində bir öhdəliklər yaradır. Azərbaycanda da son dövrlərdə, xüsusilə də peşə təhsilinin hər üç pilləsi, ilk texniki və yüksək texniki peşə təhsili istiqamətləri üzrə yeni ixtisasların açılması və bu yeni ixtisasların müasir dövrün tələblərinə uyğun belə deyək, tədris olunması istiqamətində çox mühüm fəaliyyətlər, addımlar atılır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi də ölkəmizdə müasir, belə deyək, innovativ yanaşmalarla öz fəaliyyətini quran müəssisələrdəndir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs olaraq həm adam başına maliyyələşmə mexanizminə keçmiş müəssisələrdən sayılır. Müəssisəmiz hər il sahibkarlıq subyektlərinin ehtiyaclarına uyğun, təbii ki, əmək bazarının tələblərinə uyğun kadr potensiallarının artırılması istiqamətində yeni ixtisaslar sifariş edir. İxtisas sayımız hal-hazırda 40-a yaxındır və bu ixtisas həm aqrar, həm turizm, həm sənayenin digər istiqamətləri üzrədir. Biz ixtisasları əvvəlcədən sifariş verməmişdən qabaq bütün sahibkarlıq subyektləri ilə sorğular aparırıq, onların ehtiyaclarını müəyyənləşdirərək bu ixtisasların sifarişlərini həyata keçiririk. Biz də ölkədə nümunəvi dual peşə təhsili istiqamətində tədris aparan müəssisələrdənik, yəni dual ikili təhsil formatında aparılır, yəni həm nəzəri biliklər müəssisə tərəfindən, praktiki bacarıqlar isə artıq işə götürənlər tərəfindən həyata keçirilir. Dual təhsilin üstünlüyü nədir? Yəni birbaşa belə deyə bilirsiniz ki, peşə təhsilində ən vacib məqam deməli nəzəri biliklərdən daha çox praktiki bacarıqların inkişaf etdirilməsidir. Ona görə dual biz ixtisasları açarkən birinci növbədə tərəfdaşların imkanlarını nəzərə alaraq, yəni bir mənalı formada bu tərəfdaşın mütləq olaraq oradakı qarşılıqlı öhdəlikləri olmalıdır. Hansı ki, tələbənin ehtiyacları, müəyyən ehtiyacları var ki, onları qarşılaya biləcək müəssisələr olmalıdır. Ölkədə bu gün üçün dual proqramları həyata keçirən ən çox ixtisasları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilir. Dostlar, hazırda bitkiçilik qrupundayıq və xüsusilə bu qrupda bitkiçilik üzrə mütəxəssislər yetişir. Hazırda elə yanımda Rüyal var. Rüyal, daha yaxından sizi tanımaq istəyərdik. Mən uşaqlıqdan təbiətə və bitkilərə böyük həvəsim oldu. Kənd təsərrüfatının inkişafında bitkiçiliyin vacib rol oynadığını anlayaraq bu sahəni seçdim. Əsasən laboratoriya təcrübələri, sahə praktikləri maraqlıdır. Bitkilərin böyümə prosesini izləmək və onlara qulluq etmək daha maraqlıdır. Gələcəkdə ixtisasımı daha da inkişaf etdirib, ekoloji cəhətdən təmiz məhsulları əldə edə bilərik. Hal-hazırda bitkiçilik mütəxəssisi qrupunda dərsdəydik biz və biz 3 il müddətində, bu qrup 3 illik təhsildir və 3 il müddətində bitkilərin becərilməsi, bitkilərə qulluq qaydaları, onların suvarılması, gübrələmə mexanizmi kimi bir sıra belə deyim, vacib məlumatları tələbələrə bildiririk. Məsələn, biz bu müddət ərzində tələbələrə gübrələr və onlardan istifadə, taxılçılıq, yağlı bitkilərin əkini, cərgərası bitkilərin əkini, bitkilərin qidalanması, botanika seleksiya kimi bir sıra modulları tədris edirik. Eyni zamanda bununla bərabər tələbələrlə birlikdə
bizim istehsalat təlimi çərçivəsində tarla səfərlərimiz olur və biz artıq yerində tələbələrdə hansı xəstəliklər var, hansı zərərvericilər var və bunlara qarşı fermerlər necə mübarizə aparırlar, tələbələr yerində həmin prosesləri görürlər. Dostlar, bura sizə hər hansısa bir restoranı xatırlatsa da qeyd edim ki, bu peşə təhsil mərkəzinin daxilində yerləşən sinif otağıdır. Görək burada dostlar nə öyrənirlər. Hazırda yanımda Peşə Təhsil Mərkəzinin tələbəsi Lalə var. Lalə, bizə maraqlıdır ki, ümumiyyətlə mehmanxana və restoran işinin təşkili deyəndə biz nəyi nəzərdə tuturuq? Burada nələr öyrədilir dostlara? Ümumiyyətlə siz nə öyrənirsiniz? Biz burada müəssisələrin idarə edilməsi, xaricdən gələn qonaqların qarşılanması, turların təşkili. Tamam fərqli bir sahədir əslində. Çünki məsələn mən bu bölmənin adını birinci dəfə də açıq eşidirəm. Əminəm ki, dostlar da var ki, onlar da ilk dəfədir bunu eşidirlər. Burada hər bir detal önəmlidirmi? Yəni süfrənin düzülüş qaydası, qonaqların qarşılanması və digər məsələlər. Baxın, bunlar necə praktiki olaraq siz həmin bu otaqda mı tədris olunurdular sizə? Bəli, hər şey burada tədris olunur. Bıçaq, vilkan, bakal və s. Sadə masanın tərtibatı çox önəmlidir. Özünüz haqqında da istəyərdim məlumat verəsiniz bizə. Hazırda ikinci kursam, birinci kursum praktikamı Türkiyənin Antalya şəhərində qastronom olaraq çalışmışam. 3 bölümdə çalışmışam, soyuq, isti, şirniyyat və s. Yəni öz istəyimdən olub. Bu sahədəki ən, o necə deyirlər, perspektivli yer haradır ki, məsələn, ora qalxanda artıq deyirsən ki, bu sahəni tərtəmiz bilirsən. Menecerliyə qədər, yəni inşallah ki, ora qədər yəni gedəcəm. Bəli, bir bölgə buraxılışının daha sonuna gəldik. Maqda başqa hansı mövzuların müzakirə olunmağını və hansı bölgələrimizə gəlməyimizi istəyirsinizsə, bizə sosial şəbəkə hesablarına yazmağı unutmayın. Sağ olun, salamat qalın. Xudahafiz.